Hörmətli şahmat sevərlər, bugün mən sizə gözəl bir oyun göstərəcəyəm. Bu oyun Alman Bundesligasında iki Grossmeister arasında oynanılmışdır. Ağlarla Çinli Grossmeister Veyi, qaralarla isə Avstriyalı Grossmeister Valentin Dragnev idi. Ağlar oyunu Y4 gedişi ilə başladı. Y5, at F3, at C6, fil C4, fil C5. Bu gedişlərdən sonra biz taxtada İtalyan oyunu görürük. Ağlar C3 oynayır və at F6'dan sonra D3 oynayır. Bu İtalyan oyunun sakit variantı Gioco Pianissimo adlanılır. Yəni burada ağlar yavaş tərzdə oynayacaq. D4'dəki davam yoldan fərqli olaraq. Qaralar A6 oynadı. A6 gedişi lazımlı bir gedişdir. İlerleyen zamanda yəni filin A7 xanasına qaçması için. Qala qurma D6 və ağlar burada fil C5 oynayır. Adətən fil C5 gedişini qaraların qısa qala qurmasından sonra oynayırlar. Burada isə Veyi fil C5 oynadı. H6, fil H4 və fil A7. Qaralar profilaktik fil A7'ni oynadı. Fili geri çekti ki yenə də ağlar əgər D4 oynamaq istəsə, yəni templə C5'dəki filə hücum etməsin. At BD2 və qaralar indi ağ atın C3'də olmamasından istifadə edir. Ağ at C3'də olsaydı əgər D5'ə gedişi var idi. Amma gördüyümüz kimi hal-hazırda at D2'dədir. Və ona görə qaralar burada vəzirini E7'yə rahat, sərbəst bir şəkildə inkişaf edə bildi. A4. Bu gediş həm profilaktik, həm də vəzir cinahında ərazi üstünlüyü qazandırır ağlara. Yəni ola bilsin ki, bir sonraki gedişlərdə ağlar bir B4'də oynasın, sonra bəlkə də bir B5'də oynasın və vəzir cinahında ərazi üstünlüyünü ələ keçirməyə davam edəcək. Bu vəziyyətdə qaralar fil Y6 gedişi oynadı. Fil Y6 gedişdən başqa qaralar burada J5 də oynaya bilərdi. J5 və fil J3. Yəni və ondan sonra fili E6'ya yox, fili Y6'ya çıxarmamaq. Amma bu biraz başqa bir oyun idi. Oyunda isə qaralar fil Y6 oynadı. Fil Y6'dan sonra ağlar top Y1 gəldi. Və burada diqqətə dəyər J5 gedişi var idi yenə də. J5, fil J3 və H5. Maraqlı bir gedişdir. Burada ağlar indi seçim qarşısındadır. Biz görürük ki at vurur J5 olmaz çünki H4 var və fil tutulur. Amma H5 gedişini var, belə bir gedişi var. H4 gedişi var. Və J4 gedişindən sonra at H2'ye gəlirdi. Yəni burada at H2'ye gəlməsə, məsələn, at J5'e gəlsəydi əgər, o zaman bəlkə qaralar J5'dəki atın vəziyyətindən istifadə edə bilərdi. Və tutalım ki, əvvəl fil C4, at C4, sonra da atı harasa D7'ye çəkib və F6'nı hazırlaya bilərdi.
Çox maraqlıdır. Yəni oyun vaxtı bunu Avstriyalı Grossmeister oynamadı. Ola bilsin ki, yəni çox böyük ehtimal Avstriyalı Grossmeister bu vəziyyəti təhlil etmiş və burada fil vurur C4 oynadı. Fil vurur C4, at vurur C4 və vəzir Y6 oynadı. Vəzir Y6 oynadıktan sonra ağlar burada B3 gedişini oynadı. Yəni B3 gedişini oynayıb və C4'dəki atı qoruyur. Amma yəni B3 gedişindən başqa ağlar burada fil F6 da vura bilərdi. Vəzir F6'dan sonra da atı Y3'e gətirə bilərdi və yəni at D5 və ya at F5 kimi gedişlərə hazır ola bilərdi. Əgər qaralar da burada fil Y3 vursaydı, ağlar top Y3 vuracaqdı. Və mesela qala qurmadan sonra da D4'də oynaya bilir, keçirdə bilərdi. Yəni bu vəziyyətdə məncə ağlarda biraz ağların vəziyyəti biraz daha yəni rahatdır oynamaq üçün. Çünki ağların burada mərkəzi var. Vəzir cinahında gördüyünüz kimi ərazi hardasa ərazi üstünlük var. Yəni bu vəziyyət ağlar üçün daha rahatdır oynanılmaq üçün. İndi geri gələk. Demək ki, vəzir Y6 gedişindən sonra ağlar burada B3 oynadı. Yenə belə bir şey var, bilirsiniz, ateşi öz üzərinə götürür. Belə bir kəlmə var şahmatçılarda. Yəni V-yi burada əlbəttə ki, bu J5 gedişinə hazır idi və ateşi öz üzərinə götürürdü. Və J5, fil J3, H5 fürsəti var idi qaralarda. Amma əlbəttə ki, belə bir qurban verməyə oyun vaxtı biraz cəsarət tələb eləyir və hal-hazırda gördüyünüz kimi H5 gedişindən sonra qaralar J5'dəki piyadanı qurban verir. Bəlkə də Valentin Dragnev bunu V-dən gözləmirdi. Yəni bəlkə də çox böyük ehtimal görürdü bunu. Yəni Grossmeister bunu görməlidir. Grossmeister bunu görürdü. Amma məsələ burada vəzir J4, vəzir vurur J4, H4'dan sonra yəni 2755'ci şahmatçıya qarşı belə bir qurban vermək də böyük bir oyun vaxtı cəsarət tələb eləyir. Ola bilsin ki, bu vəziyyət heç də ağlar üçün problemli deyil. Yəni bu vəziyyəti yenə də analiz etmək lazımdır. Amma belə bir maraqlı bir fürsət var idi və burada əsas odur ki, J5'dəki at qalır. J5'dəki at yəni məhdudlaşmış bir vəziyyətdədir. Qaralar da hardasa bəlkə də şah Y7, sonra top J8 gedişləri ilə J5'dəki ata təzyiq göstərə bilərdi. Yenə də geri dönək bura. J5, fil J3, H5. Onun yerinə H4 da ola bilərdi. Mən düşünürəm ki, V-yi burada H4 oynayardı və J-ə at H4 vurardı. Top J8'ə də, top J8 gəldikdən sonra diqqət edin, top J3 gedişi var. Yəni və ağların piyadası burada bağlamadadır. Yəni top J3'dən sonra fili itirə bilər ağlar və burada vəzir F3 ola bilərdi. Vəzir F3'ə də uzun qalar. Yenə də bu vəziyyətə baxmaq lazımdır, bu vəziyyəti dəyərləndirmək lazımdır. Biz isə oyuna geri dönək. Demək ki, B3 gedişindən sonra ağlar burada C4'dəki atı qorudu. Qaralar at Y7 oynadı
və at Y7 gedişin mənası atı J6-ya keçirməkdir. Deməli, bu standart manevrlardan biridir bu vəziyyətlər üçün. Ağlar D4 oynayır və mərkəzdə Y5 piyadasına təzyiq yaradır. At J6 və indi fil F6 vurdu. Və fil F6, vəzir F6 və J3 gedişini oynadı. J3 gedişinin mənası J6-dakı atın hərəkətini məhdudlaşdırmaqdır. Yəni bu at indi F4-ə gələ bilmir, H4-ə gələ bilmir və ağlar isə özləri H4, H5 gedişi ilə qaraların atını uzağa ata bilər. Qaralar burada qala qurdu və öncə söylədiyim kimi ağlar burada H4 oynadı. ED4, CD4. Ağlar, deməli qaralar burada mərkəzdəki piyadasını dəyişdi. Amma bununla D4-dəki piyadanın müdafiəsini zəiflətdi. Top F8, şah J2. Və burada yenə də qaralar üçün D5 gedişi diqqətə layiq idir. D5 gedişi. Yəni bu gedişlə qaralar piyadanı qurban verirdi və bu piyada qurbanının məqsədi ağların mərkəzini dağıtmaq idi. Yəni burada Y də vursa, top Y1 də ola bilər və vəzir Y1-dən sonra hətta fil alır D4. Yəni fil alır D4, amma yenə də ağlar da burada top D1 oynayıb və yenə də ağların figurları burada aktiv mövqelərdə idi. Burada fil C5 də ola bilər və s. Amma deməli bir şey də qeyd etmək lazımdır ki, D5 gedişindən sonra ağlar burada Y5 də oynaya bilərdi. Və qaralar vəzir Y6 oynadıqdan sonra ağlar yenə də at Y3 oynaya bilərdi. Və at Y3 gedişindən sonra da yenə də ağlar burada vəzir şah cinahında mərkəzi zəbt etmiş olur. Yəni ərazi qazanmış olur, yəni mərkəzdə və birazdan H5-də şah cinahında da ərazi qazanacaq. Burada C5 gedişi olmalıdır. C5 gedişi olmalıdır. Və C5 gedişinə, yəni C5 gedişi mənası A7-dəki fili aktivləşdirməkdir, canlandırmaq. Burada hətta H5 gəlirsə, DC, at C2, at Y7 ola bilərdi və at vurur D4, vəzir D7. Yenə də ya vəzir D7, ya vəzir C4. Bu vəziyyətləri oynamalıydı. Amma yenə də gördüyünüz kimi, yəni D5 gedişi yenə də asan deyil. D5 gedişi birincisi, yəni ağlara ərazi, mərkəzdə ərazi qazanmağa imkan yaradır və at Y3-dən sonra yenə də C5 gedişi oynamağa məcbur etdirir. Yəni piyada strukturları fərqli olur, piyada strukturu dəyişilir. O yüzden yəni bu çox məsuliyyətli bir gediş idi. Qaralar düşündü ki, yaxşı mən onda C6 oynayayım, ondan sonra bəlkə D5 keçirdim. Amma bu gediş pis vəziyyət almaq üçün və yəni böyük bir təzyiq altına düşmək üçün yetərli idi. Və burada Çinli Grossmeister Wei öz böyük ustalığını nümayiş etdirir. İlk öncə H5 oynayır və qaraların atını geri atır. Qaralar at F8 oynayır və indi isə C6 gedişinin çatışmamazlığı üzə çıxacaq. Yəni zəifliyi odur ki, D6 xanası zəifləri və ağlar burada Y5 oynayır. Çox maraqlıdır. Yəni Wilhelm Steines demişdi ki, əgər sizdə
üstünlük varsa siz bu üstünlüğü itirməmək için aktiv oynamalısınız. Rəqibə rahatsızlıq yaratmalısınız. Və VI bu qaydalara əsasən hərəkət edir. D, vəzir Y6. Vəzir Y6'dan sonra ağlar burada at D6 oynayır. Gördüğünüz gibi topa da hücum elədi. B7 həm topa həm piyadaya hücum edir. Burada top Y7 gedişi var. Bir də top ED8. Maraqlıdır. Nəyə görə Valentin Dragnev burada top ED8 oynamadı? Vəzir C2, sonra top D7. Ola bilsin ki, bilirsiniz, belə ahəng qanunu var da. Yəni, düşündü ki, bu top Y xəttində olsun, digər də top da D8-də gəlsin. Yəni, elə bir ki, D8-dəki xananı A8-dəki top üçün hazırlanmışdır. Aha, indi baxaq. Və burada at Y7 gələndən sonra ağlar daha bir güclü manevra başlayır. Burada at H4 oynayır. At H4 gedişindən sonra ağlar atı F5 xanasına yönləndirir. Burada top D7 oldu. At H5. İndi biz bir şeyə də diqqət etməliyik. At F5'e geldikten sonra qaraların vəziri J4 xanasına artıq nəzarət etmir və F6 gedişindən sonra ağlar üçün bəlkə də burada vəzir G4 gedişi daha yaxşı idi. Yəni burada figur atakına başlayır, figur hücumuna başlayır ağlar. Yəni F7'ye top AD1 ola bilərdi belə bir şey. Amma oyunda buna bənzər hücum oldu. Deməli F6 gedişinə V'yi F4 oynadı. F4 gedişindən sonra Y5'dəki piyada qorundu. Qaralar burada F'ye oynadı. İndi isə məsələ top Y5 gedişinə qaralar burada vəzir F6 oynayardı. Və yenə də qaraların vəziyyəti normaldır. Amma V'yi buna imkan yaratmadı və vəzir J4 oynadı. Vəzir J4 gedişi çox güclü bir gedişdir. Aha. Vəzir J4 gedişindən sonra məsələ əgər qaralar burada vəzir F6 oynasaydı, ağlar burada top AD1 oynaya bilərdi. Top AD1'dən sonra da at Y4 da var. Belə maraqlı bir hücum təşkil olunurdu. Məsələ burada vəzir J4. İndi vəzir J4'da qaralar burada fil D4 oynadı. Bu oyunu çox təhlil etmək olar. O zaman videomuz çox uzun olacaq. Yəni, amma mən bu partiya ilə sizinlə paylaşmaq istəyirəm. Mütləq. Yəni, bu şedevr, yəni, biz şərh etmədən qalmamalıdır. Kölgədə qalmamalıdır bu şedevr. Top AD1. Top AD1 gəlir. D4'dəki fili hədəfləyir. İndi top D4 təhlükəsi var. Burada C5 oynayır və ağlar burada top D4 oynayır. Müdafiənin ləğv edilməsi qurban yoluyla CD4'ə top vurur Y5. Gördüyünüz kimi indi vəzir H6 piyadasını qorumaq üçün vəzir F6'ya gəlməlidir. Amma vəzir F6'ya daha bir güclü gediş. At Y4. At Y4 gedişi var. Və qaralar burada vəzir D8 oynamağa məcburdur. Vəzir D8 gedişini oynamağa. Məsələ, burada vəzir F7 oynasa at vurur H6 var. Vəzir C6 oynasa
Vəzir C6-ya isə nə ola bilər vəzir C6-ya? Bəlkə də at Y7 gedişi də bu da kifayət ola bilər. At Y7, top Y7 və top vurur Y7. Tak. Bunun yerinə vəzir D8. Amma vəzir D8-dən sonra daha bir fantastika gediş. Burada top D5 oldu. Yəni çox maraqlı bir hücum üsulunu biz görürük. Belə dərhal təhlükələri biz görmürük. Burada amma məsələ şah H8 və şah H8-ə və burada at C5 oynadı. Gördüyünüz kimi D7-dəki topa yenə də təzyiq göstərilir. Bu top vəzir, bu top nə edə bilər? Top D5 vura bilmir. Çünki top D5-ə vəzir C7 mat var. Burada vəzir F6 oynadı Valentin Dragnev. Amma ondan sonra ağlar burada at D7 vurdu. Və at D7 gedişindən sonra isə ağlar burada top D6 oynadı. Və top D6 gedişindən sonra əgər vəzir F7 oynasa, vəzir F7 oynadı da, vəzir F7-yə də at H6 oldu. Və bu gedişdən sonra qaralar təslim oldu. Əgər burada vəzir D8, yox, vəzir D8 olmaz, vəzir D8-ə də vəzir C7 var idi. Yəni, gördüyünüz kimi son gedişlərə qədər V-yi çox böyük ustalıq nümayiş etdirdi. Ola bilsin ki, burada vəzir F8 də ola bilər, amma top D7-dir. Bununla da mən sizinlə bu oyunu yekunlaşdırıram. Təşəkkür edirəm diqqətiniz üçün. Gələn görüşlərə dək.